Esselamu Aleyküm ve Rahmetullah ve Berekat. Güzel kardeşlerim, can dostlarım, könül dostlarım, izleyenler, dinleyenler, bütün insanlık. Her birinizi canı gönülden çok hem de çok sevirəm güzel kardeşlerim. Ne yaxşı ki varsınız, ne yaxşı ki Rabbimiz Allah var, onun güzellikleri var aziz kardeşlerim. Allahın vədi haqdır. Buyurur ki, kim mənə can gönüldən qovuşmağı diləyərsə, mən ona həm dünyada, həm axirətdə xoşbəxtliklər nəsib eləyərəm, deyir Rəbbimiz Allah. Hər şey bir diləklə başlayır. Can gönüldən Allaha qovuşmağı diləməklə. Nə mənə şeydir bu? Rəbbimiz Allah buyurur ki, bu dua Quran-Kərimdə tam 12 ayətdə fərzdir. Tam 12 ayətdə fərz olan bu dua can gönüldən diləndiyi zaman Allah Taala qəbul edir və insan xoşbəxtliyi, huzuru, mutluluğu yaşayır canım qardaşlarım. Dildənmi? Yox. Qəlbdən diləmək. Nə zaman qəlbimizdə bu tələb oluşarsa, nə zaman qəlbdən Allaha, ya Rəbbim, Mövlam, sahibim, mən də sənə ölmədən öncə qovuşmaq istəyirəm. Mən də ruhumu ölməzdən qabaq sənə qaytarmağı diləyirəm. Mənim də ruhumu özəl qovuşdur. Nə olar Allahım? Amin inşallah. Diye bir dua elədiyimiz zaman anında Allah eşidir, görür, bilir. Bize mənəvi yardımlar göndərməyə başlayır canım qardaşlarım. Rəhim əsması ilə təcəlliyə başlayır. Gözümüzdən, qulağımızdan, qəlbimizdən pərdələri qaldırır, qəlbimizə ulaşır, özünə çevirir, nur yolu açır, zikr eləyirik, zikir səbəbindən huşu sahibi oluruq canım qardaşlarım. Huşu sahibi olandan sonra Rəbbimiz Allah'tan haqq mürşidi istəyirik. Allah göstərir, onun önündə beyət eləyirik və ruhumuz Allaha doğru yolculuğa çıxır. Əmmarə, ləvvamə, mülhümə, mütmainə, raziyə, marziyə, təskiyə qədəmələrini keçib Allahda fənafillah olur. Sonra fizik vücudumuzu, nəfsimizi, iradəmizi də Allaha təslim eləyib tam təslim olmuş qul oluruq canım qardaşlarım. Allah Taala bizi təslim olmaq üçün, ona qul olmaq üçün yaratdı canım qardaşlarım. Rəbbimiz Allah ayətində buyurur ki, Araf 172, Maidə 7-də ki, əzəldən insanları öz huzurumda toplayıb, onlardan yemin, misak, ahd aldım buyurur. Yəni, ruhluğumuzu Allah bizi öz huzurunda topladığı zaman bizə birinci sual verir. Elestü bir Rabbikum, mən sizin Rəbbiniz deyiləmmi? Qalu bəla, dedilər ki, bəli. Demişik ki, bəli, sən bizim Rəbbimizsən. Biz Allahın varlığına şahid olmuşuq Allahın huzurunda. Yaratmamışdan öncə Rəbbimiz toplayıb bizi. Buyurur ki, ruhunuzu, bədəninizi, nəfsinizi mənə təslim eləyəcəyinizə dair söz verirsinizmi? Deyirik ki, bəli, söz veririk. Allah Taala da buyurur ki, o zaman enin yer üzərinə imtihan başladı deyir. İmtihan başlayır, insana verilmiş bir zaman parçası ki var. O zaman parçası ərzində ölümə qədər zamanı var ki, Allaha təslim olsun. Əgər ölənə kimi Rəbbinə təslim olmasa, o zaman şeytana təslim olur. Allah da buyurur ki, ayətində, kim mənə təslim olmasa, onu şeytanla bərabər cəhənnəmdə toplayacam deyir. Canı gönüldən Allaha qovuşmağı diləməklə sadəcə bizə xoşbəxtlik vəd edir, cənnəti vəd edir Rəbbimiz. Gəlin ona can gönüldən qovuşmağı diləyək, huzur və mutluluğu yaşayaq, xoşbəxtliyi yaşayaq inşallah can dostlarım. Esselamu Aleyküm və Rəhmətullah və Berekatuhu inşallah.